Allahu Azimuşşan Yusuf suresinin 7. ayet kelimesinde buyurur ki لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَةٌ لِلسَّائِلِينَ Yusuf'un ve onun kardeşlerinin hayatında, hikayesinde hakikati aktaran, soruşup öğrenmek isteyen insanlar için çok güzel, çok önemli ibretler ve dersler mevcuttur buyurmaktadır. Yani bu hadisenin, bu hikayenin, bu kissenin ağıl sahipleri için ibretler dolu olduğunu ve insanlar için ders verici bir mahiyette olduğunu Allah-u Teala ayet-i kerime ile bize bildirmiştir. Bu ayete bakarak bir insan bu kisseye kulak vermesi lazımdır, kulak asması lazımdır. Allah-u Teala bizden bu kissede bize neler öğretmek istediğini anlaması lazımdır. Kisseye geçtiğimiz zaman bilirsiniz, Yusuf Aleyhisselam Yakup peygamberin oğludur. Yakup peygamberin Yusuf Aleyhisselam'dan başka 11 evladı daha vardır. Ve evlatları içinde en çok sevdiği oğlu Yusuf peygamberdir. Onun sevgisini, onun kalbine yerleşmesinde, onu bu kadar çok sevmesinde sebep Yusuf Aleyhisselam'ın sadece güzelliği değildi. Veyahut da şirin olması değildi. Veyahut balaca olması değildi. Yusuf peygamberi Yakup Aleyhisselam'a sevdiren, onun kalbine onun sevgisini koyan, onun ileriki zamanda Yakup peygamber kimi bir peygamber olacağını sebeptir yani. Yani onu sevgiye layık eden, özü kimi hikmet sahibi ve vahiy alan bir peygamber olacağıdır. Ve Yusuf peygamber bir yuhu görür yatarken ve yuhuda güneş ve ay bir de 11 ulduzun Yusuf peygambere secde ettiğini yuhusunda görür Yusuf Aleyhisselam. Ve bunu atasına anlattığında atası bu yuhuyu kimseye anlatmamasını ister. Ancak Yusuf peygamber mecburen kardeşlerine anlatmak mecburiyetinde kalır. Ve kardeşleri Yusuf peygamberi heyvan otarmağa giderken özleriyle beraber aparmağa teklif edirlər ve atalarına onu koruyacaklarına söz verirler. Ancak atalarına verdiği sözü tutmurlar. Yusuf Aleyhisselam'ı önce öldürmek isteyirler, sonra da onu bir kuyuya atıp ondan sonra da nöker olarak, kul olarak Mısır'da giden karvana satırlar. Buraya kadar olan bölümde çıkacak önemli dersler vardır. Yusuf Aleyhisselam'ı kuyuya atılmasında sebep kardeşlerinin kıskançlığı ve hesedi olmuştur. Yani atalarının sevgisini özlerine döndürmek için, özlerine yönlendirmek için ataları onları sevsin diye kardeşlerini atalarının gözünde, atalarının karşısında itibardan salmışlar. Hatta bununla yetinmeyip onu ülkeden, oldukları yerden uzaklaştırmaya çalışmışlardır. Bu mesele ile alakalı həsədin ne kadar büyük bir təhlükə olduğunu bize göstermektedir. Həsəd insanı kardeş kanına, elini batırmasına sebep olmaktadır. Bilirsiniz Adem Aleyhisselam'ın da 2 evladı Habil ile Kabil de Habil'in kurbanı kabul edilir, Kabil'in kurbanı kabul edilmir. Ve bu birbirine olan kıskançlık, birbirine olan həsəd kardeşin birisinin o birisini öldürmesine sebep olur. Aynı hadise Yusuf Aleyhisselam'ın da hayatında yaşanır. Onu kuyuya atılması, onu köle olarak, nöker olarak satılmasının sebebi kardeşlerin Yusuf Aleyhisselam'a olan həsədindən, kıskançlığından meydana gelmektedir. Allah Resulü Aleyhisselatü Vesselam bununla alakalı buyurur ki, həsəddən çəkinin. Həsəddən çəkinin. Çünkü həsəd ateşin odunu yeyip yok ettiği kimi həsəd de yaxşılıkları, güzellikleri yok etmektedir durmaktadır. Hakikaten burada
bir insanın ilk olarak alacağı dərs həsəddən uzaq durmasıdır. Yəni həsəd dediyimiz kıskançlıqdır, çəkəməməzlikdir. Bir insanın insanlar nəzdində və yaxud da Allah qatındakı dəyərini qəbul etməmədir. Və Yusuf Aleyhisselamın qardaşları Yusuf Aleyhisselama bu səbəblə düşman oldular. Və onu uyuya attılar dəyərli qardaşlar. Ancaq qardaşları biraz səbirli olsaydılar, atalarının sevgisini üzərlərinə çəkmək yerinə, onun rızasını, sevgisini qazanmaq yerinə o qədər çalışdıkları halda bunun bir qismini Allahın rızasını əldə etmək üçün, Allahın sevgisini əldə etmək üçün çalışsaydılar, həm dünyalarını, həm də ahirətlərini qurtarmış olarlardı. Ancaq onlar zənn etdilər ki, Yusufu öldürməklə, Yusufu quyuya atmaqla istədiklərini əldə edəcəklər. Ancaq bu mümkün olmadı. Yəni onlar bir plan qurdular. Yusufu yox etmək üçün, Yusufu ortadan qaldırmaq üçün. İnsan bir plan qurarkən Allahın da bir planı vardır. Allahın da bir özünə görə istədiyi, iradəsi mövcuddur dəyərli qardaşlar. Bəzən insan Yusuf Aleyhisselamın qardaşları kimi istədiklərini edəcəkləri şeylərlə əldə edəcəklərini zənn edirlər insanlar. Yəni bir addım attığında, bir iş gördüyündə sanki o işin nəticəsində istədiyini əldə edəcək düşüncəsi ilə, o inancla yaşayırlar. Amma qulun bir planı varsa, Allahın da bir planı vardır. Və Allah-u Teala burada buyurur ki ayət-i kərimədə Vallahu qalibun alə əmri. Allah bütün işində qalibdir. Və ləkin əksərən nəsi lə ya'ləmun. Ancaq insanların çoxusu bunu bilməzlər. Burada ikinci olarak bizə veriləcək dərs budur dəyərli qardaşlar. İnsan bir plan qurarsa, bir pislik etməyə çalışarsa, bir iftira atmağa çalışarsa, bilsin ki Allahın da bir planı vardır. Allahın da özünə görə bir iradəsi vardır. Sən istədiyin qədər plan qurarsan, istədiyin qədər hədəfə kitlənərsən, amma Allah istəmədikdən sonra o hədəfə çata bilməzsən. Peyğəmbər Aleyhisselatü Vesselam'ın Məkkədən Mədinəyə hicrət edərkən müşriklər Allah Rasuluna tələ qururlar. Evinin ətrafını mühasirəyə alırlar. Onu öldürmək istəyirlər. Peyğəmbərə çeşit əzab əziyyət etmək istəyirlər. Gizli bir yerlərdə tələlər qururlar, planlar qururlar. Amma Allah-u Teala o planların hamısını boşa çıxarır. Ayət-i kərimədə buyurur ki, və məkaru və məkarallah vallahu xayrul məkirin. Onlar bir plan qurdu, bir tələ qurdu, Allah da bir tələ qurdu. Allah tələ quranların, plan pozanların ən xeyirlisidir buyurmaqdadır. Və bu ayətlər Yusuf Aleyhisselamın qardaşlarının əslində planlarının boşa çıxdığını, Allahın iradəsinin, Allahın əmrinin yerinə yetirildiyini göstərməkdədir. Bu əmr necə yerinə yetirildi, necə ortaya çıxdı? Yusuf Aleyhisselamı quyudan çıxartdıktan sonra nökər olarak, qul olarak Misrə gedən bir kərvana satdılar. Allah-u Teala Misirdə onu xəzinə sahibi olan və yaxud da maliyyə naziri dediyimiz kralın ikinci adamının ailəsinə nökər olarak girməsinə səbəb oldu Allah-u Teala. Onlar satın aldılar, onlar böyütdülər, onlar yetiştirdiler. En sonda onun hanımı Yusuf Aleyhisselam'ın güzelliğine heyran oldu. Ondan istediğini elde etmek istedi. Yani muradını onunla birlikte olmak istedi. Ancak Yusuf Aleyhisselam iffetini korudu, namusunu korudu, haysiyetini korudu ve onun isteğine boyun eğmedi. Ve neticede iftiraya maruz kaldı. İftira attılar. Yani bazen insan istediğini elde edebilmediği zamanda karşıdaşını qaralamağa, iftira atmağa çalışır. Bazen iftiralar atılan insan için əleyhində görülür, ama onların arkasında Allah'ın da hazırladığı bir plan vardır. Onu unutmamak lazımdır. Ve Allah-u Teala
bu qədər çətinliyə, bu qədər iftiraya, bu qədər xəyanətə rağmen Yusuf Aleyhisselamı o quyudan, o nökərlikdən çıxararaq Misirin xəzinəsini idarəçisi etmişdir. Və Misiri idarə etmə səlahiyyətini Yusuf Aleyhisselama vermişdir. Və o səbəblə Yusuf Aleyhisselam Misirdə Allahın dinini anlatma başarısına ulaşmışdır, belə desək. Və burada bizə nə göstərir bu hadisələr? İnsan iftiraya məruz qala bilər, haqsızlığa məruz qala bilər, zülmə məruz qala bilər. Amma bu sadəcə bir insanın başına gəlmir. Bu, aləmlərə rəhmət olaraq göndərilən Muhammed Aleyhisselam başda olmaqla bütün peyğəmbərlərin başına gələn bir işdir. Hər biri ən çətin zülmlərə, iftiralara, haqsızlıqlara məruz qalmışlardır. Yusuf Aleyhisselamın həyatı gözümüzün önündə. Qardaşları tərəfindən xəyanət edilir, quyuya atılır, nökər olaraq satılır, iftira atılır, zindanda yatır. Amma Allah Teala onun haqqında ən gözəlini ən sonunda ona nəsib edir. Muhammed Aleyhisselatü Vesselam'la əlaqəli Allah Teala ayət-i kərimələrdə buyurur. Deyir, qəlbinin sıxışdığını, daraldığını hiss edirik, bilirik deyir. Amma deyir, bil ki, işin sonu, işin başlanğıcından sənin üçün daha xeyirlidir. Yəni, başda bir sıxıntı çəkəcəksən, əziyyət görəcəksən, zülm ediləcək sənə, amma nəticədə Allahın dediyi olacaq və onların mükafatını Allah-u Teala insana qat-qat verəcək dəyərli qardaşlarım. Onun üçün başımıza gələn müsibətlərə, sıxıntılara, xəyanətlərə, yanlışlara bəzən səbr etməmiz lazımdır. Bəzən bizim şər gördüklərimizdə bizim üçün xeyir ola bilər. Biz onu bilmərik, amma Allah Teala bilər. Hər insanın, hər bir kimsənin planları vardır. Həyata dair, amma Allahın da bir planı vardır. Bəzən istədiyimizi əldə edə bilmirik, amma Allahın bizim üçün yazmış olduğu bizim üçün daha xeyirlidir, dəyərli qardaşlar. Onun üçün ayət kərimədə Allah Teala buyurur ki, İnnehu men yettəqi və yəsbir fə innallaha la yudi'u ecrel muhsinin. Kimdir? Takva sahibi olarsa, səbr edərsə, Allah bu kimsələrin yaxşı əməllərini zayi etməz deyir. Yəni, bu bizə nəyi göstərir? Başımıza nə gələrsə gəlsin. Biz takva sahibi oluruz. Allah üçün, Allahın istədiyi şəkildə və səbr edəcək. Bu şəkildə olduğu zaman Allah-u Teala bizim etdiklərimiz, əməlləri zayi etməyəcəkdir. Bu dünyada və yaxud ahirətdə mütləq onun qarşılığını alacağız dəyərli qardaşlar. Onun üçün səbir və takva. Səbir və takva. Bu iki şey önəmlidir insan həyatında. Birisi başa gələn müsibətlərə səbir etmək, ikincisi də Allahın istədiyi yoldan ayrılmamaqdır. Həyatın hər sahəsində nə olursa olsun, kim nə edirsə etsin, biz Allahın istədiyi şəkildə doğru olaraq yaşamaq məcburiyyətindəyik. O şəkildə olduğumuz zaman Allah-u Teala etdiklərimizi zayi etməyəcəkdir, dəyərli qardaşlar. Və Yusuf Aleyhisselam vəzifəyə gəldikdən sonra qardaşları onun xəyanət etdikləri Yusuf olduğunu anlayır və qarşısında durduqlarında bugün bizə nə edəcəksən deyirlər. Yusuf Aleyhisselam nə deyir? Bugün sizə qınama yoxdur. Hər biriniz sərbəstsiniz. Qissənin bu qismi bizə bağışlamanın nə qədər əhəmiyyətli olduğunu göstərməkdədir. Ayət kərimələrlə vardır. Qisasda belə, qisas ala bilərsən. Amma bağışlamaq daha xeyirlidir. Və Yusuf Aleyhisselamın, Muhammed Aleyhisselamın həyatı bizə bunu göstərməkdədir. Peyğəmbər Aleyhisselam Məkkəyə fəth etdikdən sonra Məkkənin müşrikləri Allah Rasulünün huzurunda dururlar və nə edəcəklərini, Peyğəmbər Aleyhisselamın onlara nə edəcəyini düşünürlər. Və Muhammed Aleyhisselam nə deyir? Bugün mən sizə Yusufun qardaşlarına davrandığı kimi davranacağım və hər biriniz sərbəstsiniz deyir. Bir iki insan xaric. Yəni bu bizə göstərir ki, bağışlamaq ən uca bir duyğudur. Allah qatında ən gözəl bir davranışdır. Çünki Allahın mərhəməti ən gözəl olanıdır, yəni belə desək. İnsan da Allahın rəhmətindən, mərhəmətindən təcəlli almış bir varlıqdır.
hissə almış bir varlıqdır. Allah Teala bizim bu qədər qüsurlarımızı, günahlarımızı, ayıblarımızı, nankörlüyümüzü bağışladığı halda biz de Allah üçün bir din qardaşımızı və ya da bir insanı bağışlamağı özümüzə borc bilməmiz lazımdır. Amma dəyərli qardaşlar, unutmayaq ki, zülm etdiyimiz, incitdiyimiz insanların hamısı Yusuf Aleyhisselam değildir. Bəzən bağışlamaya bilərlər, bəzən halallıq verməyə bilərlər. Buna diqqət etmemiz lazımdır. Yəni, attığımız hər addımı, dediyimiz hər sözə diqqət etmək məcburiyyətindəyik. Yoxsa dünyamızı qazandığımızı zənn edərkən əbədi həyatımız olan ahirəti itirmək məcburiyyətində qalaraq. Allah bizi ondan qorusun. Bu dünyada əlimizdə olan hər bir şey keçicidir. Sevgidir, mevqidir, məqamdır, qardaşlıqdır, dostluqdur, var dövlət, hər şey bu dünyada qalacaqdır. Amma ahirətə aparacağımız təqva dolu bir qəlbdir, imanla yaşanmış, gözəl əməllərlə bəzənmiş bir əməl dəftəri, bir həyatdır dəyərli qardaşlar. Onun üçün etdiyimiz hər şeyə Peyğəmbərlərin həyatından dərslər çıxararaq o şəkildə davranmaq lazımdır. Velhamdülillahi Rabbil Alemin.